İmam Sadiqi qəbul etməyənlər əvvəlcə onda gedib öz imamlarını inkar etsinlər, onu qəbul etməsinlər. Hənəfi məzəbinin banisi İmam Əbu Hənifə özü İmam Sadiq haqqında buyurur ki, mən ondan fəqih savadlı görmədim. 2 il onun yanında oxuduğum olmasaydı həlak olardım. Kim deyib bunu? Əbu Hənifə demişdir. Kitablarda da, mənbələrdə gəlmişdir. Mən onların bir neçəsinin mənbəyini sizə qeyd edirəm. Cami-ül Məsanid Əbi Hənifə 1-ci cild səhifə 222. Muxtasar Tuhfatul İsnətil Əşəriyyə səhifə 9. Bu kitablara baxa bilərsiniz. O cümlədən Əsnəl Mətalib səhifə 55. Malik ibn Ənəs, yəni Maliki məzəbinin banisi imamıdır. O nə deyir? Onun sözü çox dəhşətlidir İmam Sadiq barəsində. Görün nədir? Heç bir bəşərin gözü görməmişdir, qulağı eşitməmişdir, qəlbinə dammamışdır. Nə? İmam Sadiqdən daha şərəfli ibadətdə, elmdə, təqvada ən üstün şəxs heç bir bəşər gözü ilə görməmiş, qulağı ilə eşitməmiş, qəlbinə belə gəlməmişdir. Bunu kim deyir? İmam Malik deyir, Malik ibn Ənəs. Harada deyir bu? Bəli, yenə də Əsnəl Mətalib səhifə 55. Digər mənbələrdə var. Axırıncı, Həmbəli məzəbinin banisi Əhməd ibn Həmbəl, İmam Əhməd adlanan həmin məzhəb banisidir. Ondan deyirik. Onun sözü nədir? İmam Sadiqdən hədis nəql edən. Hədisçidir. Hədis gətirir İmam Sadiqdən. Sonra belə buyurur. Əgər bu hədisin sənədini dəli adama oxusan, o dəliliyindən şəfa tapar. Görün,